milli qadındır, milli geyimli qadındır. Yanında Quran kitabıdır. Görsünüz, Quran daha doğrusu. Oturub elə bir ki, Quran oxumağa hazırlaşır. Yəni, Azərbaycan qadının milli geyim nümunəsini əks etdirir. Sonra bax, bu da səbətli uşaqlar. Görürsən, bunun da içərisində gözüdə yetişən meyvələrin nümunələri, fındıqdır, heyvadır, nardır. Hə? Sən həqiqi ilə nədir, süni meyvəni tanımırsan? Bəli, həqiqi payız olduğu üçün həqiqi meyvələrimiz. Bu tanıyırsın uşaqlar. Sərpuş yox, sərpuş. Sərpuş. Yeməyi siz saxlamaq üçün etnografik əşyadır. Hətta o vaxtlarda elə bir ki, o kətlərdə qoyunları, malları otarmağa gedəndə, o deyirləri, nədir, nobata gedirlər. Onda var, sütüyə bağlayıb aparırlar, yemək tutsadakı istiqalıdır. Bu günlər... Hara getdiniz? Deməli, müəllimə, bu günlər biz təsvirinci sənət 5-ci sinifdən Tarix Etnografiya Muzeyinə ekskursiyadır. Ona görə biz Göyçay şəhər, Göyçay rayonumuzun Tarix Etnografiya Muzeyinə 5-ci siniflərlə ekskursiyaya gəlmişik. Uğurlar, çox sağ olun. Sağ olun. Bu da sərincdir. Yəni, inək sağmaq üçün əşyadır. Bu badyadır. Bax, bu badyadır. Bu elə bir şey, böyük ölçüdə olanlarına inək sağırlar. Eyni zamanda badyalarda içərisinə çox yeməklər tökmək üçün də istifadə olunan mis əşyadır. Bəli, böyük qazan kimi. Qazana fərq qoyub ki, onun qapağı olur. Dediniz, qazan kimi qapağı olur. Bəli, inək sağmaq üçün də istifadə olur. Bax, bunlarsa piyalələrdir, ondan çay içmək üçün, ondan sonra yemək yemək üçün, süt yemək üçün bəli, istifadə olunan əşyalardır. Bu da bir əllidir. Görürsünüz, bir dənə qulpu var. Bu bizim bölgədə buna bir əlli deyirlər, tayqub deyirlər, görürsünüz. O elə bir ki, samavarın üstünə qoymaq üçün əşyadır, çayını qoymaq üçün. Bu da ərsindir, xəmir kəsmək üçün ərsindir, üzərlikdandır, üzərlik yandırmaq üçün. Bu da təndirdən çörəyi qopartmaq üçün, eyni zamanda o tərəfi qırardır, çörəyi qızartmaq üçün. Bu da yenə bir əllilərdir. Bu da satıldı, bax, bu satıldı. Buna satıl deyilir, uşaqlar, baxın. Satıldı vedrəni əvəz edir. İndi sonra vedrə deyirik, o vaxt satıl deyirlər onu. Uşaqlar, biz miskərlik sənətin nümunələrinin üzərində, uşaqlar, bax, bunlar bugün bizim yaşadığımız sabah bizim tariximizə çevrilir də. Bax, bu sənət nümunələrinin, bu həm də məişət əşyalarıdır da. Bu camdır, cam gedir burada. Ona elə ki, badyadır, balacasına cam deyirlər, bax, bu böyüklərinə badyadır. Badya. Uşaqlar, bax, bunların üzərindəki naxışları görürsünüz, qədim naxışlarımız, butalar, güllər, sonra biz naxışlarda, sonra bax, bunların alt hissəsində qoyulmuş xalçaların üzərindəki işləmələri görürsünüz, təbiət mənşəli, heyvan mənşəli rəsmlər var. Görürsünüz, uşaqlar, və yarpaqlar falan. Çoxsu həndəsi figurlardır. Görürsünüz, bax, baxın həndəsi figurları. Yuxarısını görürsünüz, üç bucaq oluşur. Kvadrat formasında, düz bucaqlı formasında, üç bucaq formasında həndəsi figurları, bax, rəsimləri adətən xalçaların üstündə olur. Sonra uşaqlar, biz gələcək dərsimizdə hələ bunu keçməmişik, xovlu, xovsuz xalçalar. Bax, onlar xovludur, yəni tüklüdür, üzərində tük hündürlüyü var. Amma bu xovsuz xalçadır, bunları palaz gedir. İndi onları keçəcəyik, rəsimlərimizdə onlardan istifadə edəcəyik. Mənim balaca şeyim var, xalça toxumaq üçün dəzgahım var. Görüm, alındıra bilsəm, ondan sizə toxumaq qaydasını göstərəcəm. Sağ ol, maşallah gününüz olsun. Yəni, elə bir ki, balaca ölçüdə dəzgahdır. Bəli. Onda nəsə toxuyub alındırmaq olur. Naxışlandır da, naxışdan alınsın. Məndə xırda millimetrovka parçaları, kağız var, o kağızdan istifadə edərək rəsm çəkmək olur. Yəni, bu şəkildə yanlı çörəklərində rəsmdir. Müəllimlər Tofiq Əhmədov da o tərəfdən yazılır. Əli qurulur. Deməli, Göyçay ki, uşaqların kəndində toy mərasimi. Yəni, uşaqlar Göyçay toy mərasimi adətən bax belə keçirilirdi. Kət yerlərində, ümumiyyətlə şəhərdə toy mərasimi maşın texnika olmadıqda bax bu cürə toy keçirilirdi. Görürsünüz, kəl arabasından istifadə olunur. Bax, buradan görürsünüz, bax, muzeydə gördüyünüz qazandır. Sonra bax, sazdır. Sonra burada onu sizə göstərdim. Qazanlar, qədim qablardır ki, hamısı. Və toya hazırlıq mərasimidir, kənd həyətidir.
Hə, Quran içərisində. Deməli uşaqlar, o vaxt küçük qəbirlərdə, İslam abiləki mədəniyyətdə küçük qəbirdən istifadə edirlər. İnsanlar öldükdə onları küçük qəbirlərdə bastırırlar. O uşağa məxsus küçük qəbirdir. Bir yaxtandan o uşaq soruşur, o uşağa məxsus küçük qəbirdir. Görürsünüz formasını. Hə. Bütün İslam'a 7-ci əsrə kimi insanlar öldükdə, İslam'a biz 7-ci əsrə keçir. Geçer. Hə. Maaş olmaz sərgidə muzeydə. Temur Qasımov Göyçən Çaxın üzərində aradan olur. Biraz belə dur. Temur Qasımov Göyçən Çaxın Aprel döyüşlərinin şəhidi. şəhididir. Fatıma çırağıdır. O mistəli kimi saxsıdır. Saxsıdan olan durna çırağıdır uşaqlar. Bu da bayaq dediyimiz kimi küp qəbri belə. Bu da 5-ci sinif. Uşaqlar, bax bu da keramika. Bizim gələcək dərslərimizdə yəni keçəcəyik keramika sənətinin nədir? Gipsdən hazırlanmış. Xüsusi Heykəlçilikdir. Göyçayımızı da tərəf. Göyçayın simvolu olan narda üzümdür. Əlində nümayiş olunur. Bu da Molla əmidir. Qoca əmi. Bağ. Əlində də səbətində də nar var. Hurcununda. Hə, gəlin bura. Da nar. Ayşəqla hara getdik? Prezidentimiz nə ilə elan edib? Hər yerdə deyirlər. Radioda, televizorda, internetdə, hər yerdə. Nə ilə elan edib? Orada da var. Deməli, qələbəmizin 5 illiyi və konstitusiya qəbul olmasının 30 illiyi ilə əlaqədar prezidentimiz bu ili Əluzovulmin suveren konstitusiya və suverenliyi ilə elan edib. Onunla əlaqədar bu sərgini təşkil etmişik ki, sizin kimi məktəblərlə burada sorğu aparaq. Konstitusiya və suverenliyi ilə əlaqədar kitablardır ki, burada nümayiş olunur. Uşaqlar, baxın, bu xalçamızı görün. Bax, indi bizim gələcək dərslərimizdə həm də biz keçmişik. Hansı 4 dairənin içərisində var idi. Günəş, təbiət mənşəli, su mənşəli motivlər. Bax, burada qeyd olunur. Görürsünüz? Sonra uşaqlar, bu da bizim kəlağayımızdır. Bax, üstünün oxudu buta şeylərlə, naxışlarla işlənmiş kəlağayımızdır. Gəl bura. Bura gəlin uşaqlar. O uşaqlar çətənə deyirlər buna, çətənə. Əvvəllər belə aşçıdan falan elə də olmayıb. Onun üzərinə böyük məclislərdə düyünü tökülürlərmiş, oradan süzülürmüş, həlimi çıxırmış, sonra ondan aş edirlərmiş də. O da sən. Bu da uşaqlar xırda parçalardan hazırlanmış döşəkçələr falan. Bax, bu da çətəndir. O vaxtda aş süzmək üçün bu çətəndən istifadə edirlər. Aş süzən əvəz edən bir əşya olur. Etnografik əşya. Düyünü burada qaynadırlarmış, bax belə qazanda qaynadırlarmış. Sonra onu ora süzürlərmiş, bir nəyinsə üstünə qoyub. Aşçını süzmür düyünü. O vaxtda bunun üstünə. Onun üstünə böyük məclislər, toy məclisləri, xeyir şər məclislər. Hə. Sonra uşaqlar Bəhvə saxlamaq üçün, doşab saxlamaq üçün, ət qovurub saxlamaq üçün, o vaxtı soyuducu olmadıqda torbağa bastırırlar. onun içərisinə yox. Ət qovurub saxlayırlar. Çox sağ olun xanım. Gözəl məlumat. Gəlin uşaqlar tərəfə gedək.